Salam şagirdlər, hər birinizi xoş gördük. Bugün biz sizinlə faiz nisbət tənasüb bölməsinə aid bir sıra testlərin izahlarına baxacağıq. Birinci sualdan başlayırıq. Yazıb ki, 10 bölmək 4 bərabərdir 25 bölmək y. Tənasübündən y-i tapın. Tənasübün qaydası necə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 4 vuraq 25 bərabərdir 10 vuraq y və buradan da y-i 10 tapırıq. Düzgün cavab D bəndi. Sonra ikinci sual. C bərabərdir 5A bölmək B ifadəsində A və B müsbət ədədlərdir. A-nı 4 dəfə azaldıq. Deməli, A surətdədir və 4 dəfə azalır. B-ni isə 3 dəfə artırırıq. C necə dəyişər? Deməli, A 4 dəfə azaldığına görə məxrəcə düşür. B də 3 dəfə artdığına görə məxrəcdə qalır. Nəticədə 12-də 1 edir. Və burada deyirik ki, 12 dəfə azalar. Düzgün cavab C bəndi. Üçüncü sual. 150 ədədi 2, 5 və 8 nisbətində 3 hissəyə ayrılmışdır. Buradan 15x 150-yə bərabərdir. X isə 10-a bərabərdir. Böyük hissə 8-dir. Böyük hissənin 3 mislini tapın. Bu formada yazacağıq. Düzgün cavab 240, yəni Y bəndi. Növbəti sual 4. A 2K, B 3K, C isə 5K-dır. Bu 3 ədədin cəmi 30-dur. Deməli, 10K 30-dur, 1K 3-dür. Onda A 6-dır, B 9-dur, C də 15-dir. Bunların bizdən hasilini soruşur. 6 vuraq 15 vuraq 9. 90 vuraq 9. O da 8, 10. Yəni B variantı alınacaq. 5-ci sual. Ət bişirildikdə öz çəkisinin 45%-ni itirir. Deməli, yerdə 55%-li ət qalır. Necə tapırıq? 100-dən 45-ini çıxırıq. 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? Bu zaman 11 kiloqram bişmiş ət alınır. Düzgün cavab D bəndi. Şagird kitabın 60 səhifəsini oxudu. Oxunmuş hissə kitabın 40%-idir. Oxunmuş hissə kitabın 40%-dirsə, deməli kitab 150 səhifə imiş. Yəni B variantı. Meyvə quruluqda öz çəkisinin 80%-ni itirir. Deməli 20% qalır. 64 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? 320 kiloqram təzə meyvə götürmək lazımdır. Düzgün cavab D bəndi. 8-ci sual. Düzbucaqlının uzunluğunu 30% azaldıb. 100-dür. 30% azaldı. 70% rəqəmə keçirsiniz. 0,7. Enini 30% artırırıq. Eni 30% artır. O zaman 130 rəqəmə keçirsiniz. 1,3. Tapaq. 0,7 vuraq 1,3. 1,91. Daha doğrusu 0,91 və biz buradan 91 alırıq. 100 idi. Oldu 91. Deməli 9% azalma var. Düzgün cavab Y bəndi. 9-cu sual. 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42%-i
210 olsun. Bunları 7-yə bölsək 6 burada, 30 burada. 6-ya bölsək 5 burada. Deməli 350 üstə gələk x bərabərdir 500 çarpaz vururuq. X 150 olacaq. Düzgün cavab B bəndi. 10-cu sual. Malın qiyməti 15% aşağı salındı. 100 idi. 15% aşağı salındı. Oldu 85. Bundan sonra malın qiymətini neçə faiz qaldırmaq lazımdır ki, onun ilkin qiyməti alınsın, yəni 100 alınsın. 85 şuraya x bölək 100 bərabərdir 15-ə. 5-ə bölək 3 burada, 17 burada. X-i tapanda olacaq 300 bölək 17. Buradan da düzgün olan kəsilə keçsək 17 tam 17-də 11. Yəni A bəndi. 11-ci sual. Əmtənin qiyməti əvvəlcə 8% artdı. 100-dür. 8% artır. Oldu 108. Sonra yeni qiymət 10% azaldı. 108-dən 10% çıxırıq. Bu da eləyir 108 çıxılsın. 10,8. Məsələn, tutaq ki, elə məsələn, məsələlər var ki, orada biz birbaşa yazmasaq da olar. Məsələn, necə? Tutaq ki, birbaşa, məsələn, tutaq ki, 8% azalma deyir və yenə də 10% azalma deyir. Onda artıq biz birbaşa 18% azalda bilərik. Amma burada həm belə deyək, yeni qiymətdən söhbət getdiyinə görə, yəni artım və yaxud da azalım son qiymətə aid deyil. Yəni başlanğıc qiymətə aid deyil, son qiymətə aiddir. Ona görə tək-tək hesablamalıyıq. Daha sonra isə çıxırıq və aldığımız cavabı 100 ilə müqayisə apardıqda görürük ki, 2,8% azalma var. Yəni düzgün cavab D bəndi olacaq. 12. Sinifdə 25 şagird oxur və onların 40% qızdır. Deməli, 10 nəfər. Və bu sinifə bir neçə qız da qəbul olunduqdan sonra qızların sayı bütün sinifin 50%-ni təşkil etdi. Yenə, burada da birbaşa olaraq cavablarla da getmək olar. Və yaxud da qızların üzərinə gəlirik. Gəldikdən sonra qızların sayı, yəni 10 plus qız, bütün sinif nə qədər nəfərdir? 25 nəfərin 50%-dir. Yəni 2-də 1 yazsaq da doğru olar. 2-yə vururuq. 20 plus x vuraq 2 bərabərdir 25 plus x. Yəni x bərabərdir 5. 5 nəfər qəbul olunub. C bəndi. 13 nömrəli sualın izahı. Birinci qabda duzluğu 20% olan 30 litr, 20 vuraq 30. İkinci qabda duzluğu 30% olan 20 litr, 30 vuraq 20 bölünsün. Bu məhsulları bir qaba töküb qarışdırdıqda 30 plus 20. 600 plus 600 1200 bölünsün 50. Bunlar gelir, deyir 24. 14. Dairəvi diaqramda maşın dil yerində 2002-ci ildə satılmış maşınların faizli miqdarı verilib. Dil yerdə satılan maşınların sayı digər satılan maşınların sayından 40 ədəd çoxdur. Deməli, sedan 52%-dir. 0,52 qız rəqəmə keçirsiniz. Deməli, çoxdur. Nəydən? Digərlərindən 0,12 qız plus 0,18 qız plus 0,18 qız plus 40. 40 ədəd çoxdur. Bunları topladıqda
0,52x yazırıq və 0,36 ilə 0,13-ünü toplayırıq. 0,48x çıxırıq. Daha sonra isə 0,4x-i 40-a bərabər edirik. Buradan x-i tapdıqda bizdən nə soruşur? Trup tipliyini soruşur. Buna görə də biz sırf trup tipli maşının satılmağını tapmaq üçün həmin faizi 1000-ə nəzərən işləyirik. Yəni ədədin faizini tapırıq. Düzgün cavab Y bəndi olur. Bu sual topluluğunda da var. Sualların əksəriyyəti test topluluğundan götürülmə suallardır, rahat suallardır və bir şagird üçün belə deyək, özünü yoxlamağa dəyər suallardır. Yəni hər bir kəs rahat bir şəkildə bu sualları videonu dayandırıb, daha sonra isə özü həll etməyə çalışıb yenidən işləyə bilər. Burada isə nisbətdə sürətə bərabər olduğuna görə, məxrəclə məxrəcə bərabər olduğuna görə verilən ədədləri gətirib yerinə yazırıq və nəticədə sadələşdirilmədən üstəlik alırıq. Sonra 16 nömrəli sual. 30 qram 40% məhlulla 20 qram 20% məhlul qarışdırılır və deməli 1200 plus 400 bölünsün 50. Da 1600 bölünsün 50 edəcək. O da 32% məhlul alınır. 17. 60% yerə banka qoyulan hansı məbləğ bir ildən sonra 1328 bərabərdir. X vuraq, bir üstə gələk, 60%lidir və 1 il müddət var. Və bu sadə faiz artımını düstururum. S-n bərabərdir. S0 vuraq, 1 plus minus P vurulsun N bölmə 100 ilə tapılır. İstifadə edirsiniz. Bu formada yazacağıq. 20 olmalıdır. Deməli, hesablayacağım indi. 1328 bərabərdir. X üstə gələk və yaxud da X vuraq. Bunu hesablayaq. X çarpıraq. 20-yə bölsək 5-də 3 edər. Bu da 5-də 8 edər. X-i tapanda 1328-i 8-ə bölüb, daha sonra isə aldığımız cavabı 5-ə vurmalıyıq. Və bunu hesabladıqdan sonra bizim aldığımız 830 cavabı bizim cavabımız olacaq. Belə. Çünki başlanğıc məbləğ lazım idi bizə və başlanğıc məbləği də tapdıq. 2830 manat imiş. Bir ildən sonra 60% gəlirlə gəlib çıxıb 1328 manat olub. 18 x bölü 4 3 bölü y 1 bölü z. X bərabərdir 4k, y bərabərdir 3k, z bərabərdir 1k. K-nı yenə bir yazırıq. Çarpaz vurub da tapa bilərsiniz. Məsələn, x-y plus x-z olsa, x-y yenə 12, x-dən yenə isə 4 də yazıb tapa bilərsiniz. Məsələn, bir bundan buna götürüb, bir də buna götürüb. Məsələn, x-z hasilinə görə 4, x-y hasilinə görə 12 yazıb hesablaya bilərsiniz. 19 nömrəli məsələ. Avtomobil 225 km məsafə getmək üçün 18 litr yanacaq işlədir.
Eyni sürətlə 100 km məsafə getmək üçün neçə litr yanacaq şişədir? Bu da adi tənasübdür. 225 km-ə qarşı 18 litr. Eyni sürətlə 100 km gedir və nə qədər yanacaq işlədiyini soruşur. Burada biz düz mütənasiblikdən istifadə edəcəyik. Çünki getdiyi qədər yanacaq işlədəcək. Yəni 1800-ü 225-ə böləcək. O da bizə 8-i verəcək. Və nəhayət sonuncu sual. A ədədi B ədədinin 30%-nə bərabərdir. Bunlar gedir, 10-da 3 qalır. 10-a bərabərdir 3B. A bərabərdir 3K, B bərabərdir 10K. B ədədi isə C-nin 40%-nə bərabərdir. Bunlar da gedir, 5-də 2 qalır. 5B bərabərdir 2C. Buradan B 2K'dır, C isə 5K'dır. Fikir versək, B-lərdə bərabərsizlik var. Ona görə bura 5 vururuq. Burada 5 vururuq. Buradan C 25K olur. B isə 10K olur. Artıq B-lər eyniləşdi. A ədədi C-nin neçə faizidir? 3-ü bölürük 25-ə. Vururuq 100-ə. Bunlar gedir 4. Düzgün cavab 12%-dir. Belə. 20 sual izahına baxdıq. Demək olar ki, tam ətraflı şəkildə izah elədim. Bu testləri izaha dayandırıb, birinci özünüz etməyə çalışın. Daha sonra isə izaha qayıdıb baxa bilərsiniz. Növbəti video dərslərdə görüşənə qədər kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.